tam tutarım. Bir de dalga tutarsın sen. Ne? Buradan giden de bir heybete nesir vermek lazımdı. Nesir vermek yap ama impe sokağa. Değil mi? Nesir vermek Ben arkada oturuşum. Uşaqlar, mən maşınımın yağı vaxtı tamamdır. Mən yağını dəyişmək istəyirəm, kalıbkanın yağını dəyişmək istəyirəm. Yağ dəyişənlər məndən əlaqə saxlasın da. Aliyeba necəsən ürəyim? Xoş gəlmişsən. Bəlkə dayan. Ki oxudum adı, K5'di məndə, K5. 2015'di. Deyirəm, Məhvdən, inanırsan. Yandan biraz belki. Bakı, boşqat gətir. Bakı bilir ki, mən gedirəm deyir, inanırsan ağlayır. Küləsə tufanına görə toparlayıp gitme. Yumurtam düşdü. Bu Allah'a şükürler yeter rozu sildirirsin. Bir yakın ağzına yardıma bak, ben yumurtamı giyeceğim sana. Güzel. Ondan gözüme tüyü. Nəsin qırtdı, bacı? Bacı ne demek? Müzik abi. Bacı dedim ki, sıra. Çay aklından aslında. Yox, bacı demədim. Ben ne dedim? Bacı demədi. Kişi, adı bacı deyil. Babacı, mən ona bacı dedim, iş yox. Mən qaşıma hara aparırsan? Aldım. Hələ bir üstsüz naylonumu götürsən, hələ bir üstsüz də qaşını da aparırsan. Mənim çörəyim. Kalkı sen al. Allah, sağ qurban olun, Allah, bunların yanında. Yaş ki sizin evinizdə qardaş başınız olmayıb, ha. Allah hamd olsun. Kur'an'ın hamd olsun, bunların əllərində yemək yemək olmuş. Çörek çok yiyemeyi. Sen verdiğin çöreği de götür, kesti koydu kapağına. Bu da suya yok nerede? Ne bileyim, Allah sağ qurban olun. Mənim qari Rabbim mənə tez çatdır bərdiyə. Qurban olun, mənə tez çatdır bərdiyə. Mənim şeymanı konfetim. Ne yapıyorsun? O ağ koydum ya böyle şey, çanaşmıyor. Konfetlerin gelecek açılışta. Güneşin çanında simitten yiyin üstünden. Şorma. Çok çökəlmənəm ki. Yox, kökənməsən nə canımlar ki? Yiyeyim ağızlayıcılar. Ha? İyi küreye sil, küreye parar seni. Deyirəm, tamam. Moydadalar gəldi, kamazlar küləyə olana. İnanırsan, xəbəriniz olmadı, məni küləyə edələr. Yox yazdılar, del yazdan gəlsin üstüne. Yox, hə, yaxşı yeməyəcəm. Allah Olsa doydum. Bu çay kim dəmləyib? Tiyxə rəhdi. Alt yurtana bekliyorum. Sən töküb dəmlirsən də.
Bu boyda da tökərlər az. Nə? Yox, ha? Az nədir? Saçım üzündə Akşama görə hansı restorana gedirik yeməyə, qarnımızı doyurmağa, akşam ajajıyıqdır. Akşamları gedirik yemək xəngələşinə. Çünki yağ yox, çolpa yox. Nömrə 1 xan girişinə getməkdə, hara getmək? Akşam xəngələşində yenə. Nömrə 1, nömrə 2 var ki. Nömrə 1 xan... Xəngələşin sən canı 2 günümüz qalıb, 2 gündə döz. İçərdə 2 gündə döz qardaşım. Bəli, gəlsən. Bir də yiyəcəyik, sabah da yiyəcəyik. Bir şey yoxdur da. Bir şey yox. 2 gündə gəlib yiyəcəyik, bəs salam. Bəli. Evime düşün. Bəli, düşün. Yazı bankrot ol belə. Ev darıxmışam, ev darıxmışam. Mən bilməzdim belə Bakıya gələndə, belə psik duruma düşərəm. Bakıma düşmədi. Hər şey dadında bıraxmalısan. Hər şeyi həqiqi dadında bıraxmalısan. Bir ay mən çox qaldım. Çıxardanda, bax belə. Mən yenə Bərdədə evini PK edirdim, azdan çoxdan qazanırdım. Burada PK eləmirəm, bir şey eləmirəm, Allahın olsun. Cəlmələrim üstə 11 dənə balım var, 11 bal nə deməkdir? 10 balda gəlsə plavam gedir. Mərdim, mən yaxşı gələr Bakıncı, bir ayağına doğulub böyümüşəm. Bir belə göyük, dıngılı, barmağım yoğunluqda 30 qəpik. Getdim, ayını 31 qoyulur da dişim. Vay. Ya, çok güzel. Bərdədə 10 günbəsi, hə, 3 dəstə göyə, 4 kilo qatın dövlasını pişirirsən. Duyğanı pişirirdim. Burada çox bahatçılıqdır. Akşam porlovkalar, parkinglər, belə 3 manat, bir saatdan əlavə qalırsan, toxçarısa vermişsən, gedirsən ya salona, ya indi parking eləyirsən də, onu gəlmişəm, yazırsan nömrəni, göndərsən 15-1-ə. Gecədə gedirsən Ağşəhərin yanında saxırsan, gecədə gəlirləri, nə bilim, müayinələrini, şeyləri, yolların qıralında, onlar nəyə baxır ki, 1 manat ver gəlirlər, 1 manat ver. Akşamda onlar. Bərdədə 20 qəpik versin, 1000 dəfə sağ ol. Burada 1 manat versin. Burada 1 manat istəyir. 20 qəpik versin deyir, bu nədir? Ağşəhərdə hamısı 5 neçə Dəbal var. Axşamda o. Gözəldir. Yürürlər, gəlirlər üstümə. Düz Ağşəhərdir. Girəcəm içəri, orada deyəcək, bura gələ. Maşının içindəyəm, mən. Düşməliyəm. Nəyə səbəbə? Niyə verməliyəm? Axşam gözləyirəm, ananı, atanı götür, gəl. Bir yazı ki, qaraçılar. Nə olacaq? Yeni elə bir nəsə yazdılar, sağ ol. Ay, Məfton! Bəsdir də ta. Babış yorğanını da atıb üstümdən. Canım, Mən səhərin pəncələrini söyür alır. Emin halal uşaqdır. Bəli, düz mədə onu danışmaq lazım, daha uşaqlar. Heç nə, restoranda gedir, yeri yazıq xəngəlişin bankrot eləmişik. Yeməkdən. Elə bir ki, ona... Gedəndə də dünyaları, dayan, gedəndə də dünyaları tapışırırıq. Sən tapışırırsan canım, mən yox. Mən bir boşluq yeməyi yiyib dururam evə. Allah şükür, mənim nə? Sizin qarnınızı doldura bilmir yazsa, sizə yemək çatıra bilmir. Mən yarım postu nəri ərişdə yiyirəm. Kebabı da yeyirsən, supu da içirsən, çörəsiz yeyirsən, deyil, çox yeyirsən. Çox sağ ol, Leyim. Mən vallah, məni görənlər bilir mənim razım yerimi. Mənim razım yeri də görsəniz. Nə olsun da razım yersən ki, kimi? Hayır, onun Respublika 1-2 nətər yiyir. Yox, yemək çox az. O restoranın kamera görüntülərini çıxartmalı. Çıxartlarına çox yeyirəm. Niyə yemək də yiyirsən? Niyə yemirsən ki? Zaman sən yeməyinə bələd deyil mi yoxsa? Görünən kənd bələdçi istəyər. Tip bacısı sağ. Ne yazıp bu mağayı? Böyle çok sağ.
Valla bunların yaxşı ki evdə qardaşları, bacıları yoxdur. Mən bunların içində qaldım. Qabağımı, luqmamı götürürlər. Onsuz sözümüzün deyəni hədsiz deyil, acaba burada nə var? Araba bu sağlık kubranda koyun sana. Bizi gedin, bir keflistanı koyarız. Böyle çok sağ ol kardeşim. Ben Bak, özü deysən baba şiş gördün, öz tədbirimdə bir şey sevdim. Yox, ona qədər sürür də bəsdir. Ona qədər sürür də bəsdir, axırda belə qeyb yox. burada böyle bir yoktu, hiç durmamışsa, qabağındakı yığışdırmamışsa, içirsən. Mən yemirəm, mən bir dənə çay içirəm. Bir dur ki, gel üstündən oturum eləyim, sileyim. Sürə nə otursan, bir sürə başdan ayara çıxıb, ayaqdan da başa gəl. Ne yersin ya akşama? Sen gelişine giderik de. Evdənizə biraz təbin baboş. Bir dəqiqə. Çox sağ ol. Əzimli. Çox sağ ol. Şimdi. Məmmədov çox sağ ol. Var olun. Yaxşı söz yazanların, gözəl söz deyənlərin Allah Taala'dan arzu. Məndən təmizlik şirkəti əlaqə saxlasın da. Allah Taala hamınızın yollarınızı, qapılarınızı açıq eləsin, işıqlı açıq eləsin. Təmizlik şirkəti əlaqə saxlasın. 31 günü buradan dişim qoyulacaq. Gəlsin 2 nəfər bəsdir. Evi silsin, süpürsün, təmizləsin. Onların dərmanları satlar olur da. Ha? Reklam eləyəcəm, video çəkərəm ya da çəkərsiz özünüz qoyarsınız. Mənim çəkib qazı səhifəndə danışaram. Gəlməsə, tapa bilməsə, mən bir özümüz təmizləyərik. Da sil süpürüb təmir verərik. Nə varmışıq? Evi kirlətməmişik. Yatdığımız pastelləri atacaq maşın yusun. Sərəciyi prosto. Biraz ərqaq arxladı. Hə, özümüz də silə bilərik. Qışı sıyır, qışı özünə ərqaq. Dərmanlayıb belə qəşi silərik öz şeyindən. Prosto bir dənə şeydir ki, yəni Bərdədə şərti mən sərirdim pastelləri. Burada çox sərmək olmur. Balacadır. Emin ürəkdə tibb bacısı can. Məni istəyən adamlar, mancanın yanan adamlar, Allah qapınızı açsın. Allah sizə ruzi bərəkət versin qapınızdan, pəncərənizdən.